Sən bilirdin ki, dünyanın ən böyük pivə festivalı Almaniyada keçirilir? Bəli, söhbət Oktoberfestdən gedir. Festival hər il sentyabrın sonunda başlayır və oktyabrın ilk bazarına qədər davam edir. Hər il Almaniyanın Münhen şəhərində keçirilir və 2025-dəki tarixlər 20 sentyabr və 5 oktyabr arasındadır. Maraqlısı odur ki, adı Oktoberfest olsa da, əslində tədbirin böyük bir hissəsi sentyabr ayında keçirilir. Bunun səbəbi də sentyabrda havanın daha isti və xoş olmasıdır. Təsəvvür elə, festival ərazisi 34,5 hektardır. Yəni 48 futbol meydançası qədər böyük bir sahədir. Bura hər il 6-7 milyondan çox insan gəlir və 5-6 milyon bakal pivə içilir. 100-dən çox öküz, donuz və sayısız hesabsız prizlər yeyilir. Daha da maraqlısı, hər il bu tədbirdə ortalama 400 telefon itirirlər və ən maraqlısı, bu festival Bavariyaya hər il 1,2 milyard avro qazandırır. Təsəvvür elə, sadəcə pivə içməklə bütün şəhər iqtisadiyyatı canlanır. Oktoberfestdə təkcə pivə içilmir. Burada həm də əsl əyləncə parkı var. Festival ərazisində onlarla atraksiyon, karnaval oyunu və fırlanan dönmə çarx qurulur. Əslində Oktoberfest həm də Volksfest, yəni xalq şənliyi adlanır. Ona görə də hər yaş üçün nəsə tapmaq olur. Axşamlar atraksiyonlar işıqlanır və bütün ərazi sanki parlayan bir luna parka çevrilir. Oktoberfestin tarixi 1810-cu il 17 oktyabra gedib çıxır. O vaxt Bavariya şahzadəsi Ludwig ilə şahzadə Terezanın toyu idi. Münhen cəmaəti üçün böyük bir bayram təşkil edilib, at yarışları, yeməklər və içkilər və hamı o qədər bəyəndi ki, növbəti illərdə də təkrarlamağa başladı. Beləcə bugün bildiyimiz pivə festivalına çevrildi. Festival bugün də eyni yerdə keçirilir. Tiğenziyə Vize adlı çəmənlikdə. Təbii ki, Oktoberfest bununla bitmir. Part 2 gəlsin istəyirsənsə, rəylərini gözləyirəm.